çərşənbə simvolik olaraq adlandırılır. İlk çərşənbəmiz də su çərşənbəsidir. Su çərşənbəsində havalar adətən isinməyə başladığı, çaylardakı buzlar əriyib su halına gəlməsi ilə üst-üzə düşür. Sizin də su kimi uzun ömrünüz və təmiz qəlbiniz olsun. Su çərşənbəniz mübarək olsun. Çərşənbəsi ot çərşənbəsidir. Ot çərşənbəsində günəş torpağı daha da qızdırmağa başlayır. Ocağınız, çırağınız daimi yanar olsun. Qazanınız qaynar olsun. Uğursuzluqlarınız odda yansın. Üçüncü çərşənbəmiz isə yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu da küləyin hesabınadır. Yel çərşənbəsində əsən küləklər bütün ağrı acınızı götürüb aparsın. Əvəzinə ailənizə xoşbəxtlik gətirsin. Yel çərşənbəniz mübarək olsun. Və beləliklə 4-cü çərşənbə, torpaq çərşənbəsi, ilaxır çərşənbəyə yetişdik. Əkin yerlərində eləməz işlər torpaq çərşənbəsindən başlayır. Oyanan torpaq bütün xalqımıza bol ruzi bərəkət gətirsin. Hər zaman əmin-amanlıq içində yaşayaq. Torpaq çərşənbəniz mübarək. Sudan, oddan, yeldən, torpaq çərşənbəsindən keçdik və Novruz bayramına yetişdik. Sularınız axar, ocaqlarınız yanar, yeliniz əsər, torpaqlarınız bərəkətli olsun. Novruz bayramınız mübarək olsun.